Başlayırıq. Saçlı, full saçlı yaradın. Diqqət full lövhəyə. Bax, çox vacib mövzudur. Həm 9-cu siniflər üçün vacibdir, həm də ümumiyyətlə 10-11-də ən vacib mövzulardan biridir. 10-11 nəyə bu? Bu zəncir var idi, zəncirin başlanğıcıdır. Burada qırdısı 10-cu sinifinizi unudun. Başa düşdünüz? Funksiya 10-cu sinifin başlanğıcıdır, 9-da sonudur. Eləcə 9-da sonlanır, davamı 10-cu sinifdən davamlanır. Aydındır. Ancaq full diqqət dərsi bizdə olsun və uşaqların ən yaralı olduğu mövzudur və çox vaxt bu ətraflıya gəlir. Həm 9-larda, həm 11-lərdə ətraflının sevdiyi mövzulardan biridir. Deməli, xətti funksiya bizdə y bərabərdir k(x) B formasında olan funksiyadır. K bizdə adlanır bucaq əmsalı, B isə adlanır sərbəstədir. K sizdə bərabər olur tangens alfaya. Həmin buradakı alfa x oxunun müsbət istiqaməti ilə funksiyanın qrafikinin əmələ gətirdiyi bucaqdır. Bəs bu x oxunun müsbət istiqaməti nə deməkdir? Diqqətlə qulaq asırsınız mənə. Bax, bu sizdə x oxudur, bu da y oxudur. Bu x oxunun müsbət istiqamətidir, bu x oxunun mənfi istiqamətidir. Məsələn, bir qrafik çəkirəm. Bax, bu grafikin x oxu ilə əmələ gətirdiyi bucaq biri budur, 1 yazıram. Bir də budur, 2 yazıram. Sizcə hansı müsbət istiqamətlə əmələ gəlib? 1 yazılan yoxsa 2 yazılan? 1 yazılan. Deməli, siz bucağa baxanda 1 yazılana baxmalısınız. Yəni, müsbət istiqamətlə əmələ gətirdiyinə. Və yaxud bir dənə də qrafik çəkirəm belə. Bu bucaq, bu bucaq. 1, 2. Sizcə 1-dir yoxsa 2-dir? 1. Müsbət istiqamətlə əmələ gələn bucaq sağla əmələ gələn. Sağ tərəfdəki bucağa baxırsınız. Aydındır bu. Deməli, bu alfa sizdə x oxunun müsbət istiqamətlə əmələ gətirdiyi bucaqdır. Bir də sizdə tangens alfa artan funksiyadır. Bunu zaten koordinatlar metodunu keçəndə demişdim. Artan funksiya nə deməkdir? Alfanın qiyməti böyüdükcə cavabı da böyüyən funksiyadır. Yəni, məsələn, tutaq alfa 30 olanda qiymətlərini yazıram. Tangens 30-da bizdə alır kök altında 3 bölünsün 3. Tangens 45-də alır 1. Tangens 60-da alır kök altında 3. Fikir verin, bucaq 30 idi, oldu 45. Cavab kök 3 bölü 3 idi, oldu 1. Böyüdü mü? 45 idi, oldu 60. 1 idi, oldu kök 3. Böyüdü mü? Kök 3 bilirsiniz də 1 tam nə qədərsədir. Məsələn, 1/2-dir. Mən 1/2-ni 3-ə bölsəm, eləyir 0/4. Düzdür? 0/4 1-dən balacadır. Bax, 30-un bucağı, 30 olan qiymət ən balacadır. Sonra gəlir 1 olan qiymət. Sonra da gəlir kök 3 olan qiymət. Aydındır? Bucaq artdıqca qiyməti də artır. Ona görə buna necə funksiya deyirlər sizdə? Artan funksiya. Danışıram B haqqında. B nədir? Y bərabərdir. Kx üstə gəlsin B-də. B sizdə sərbəstədir. Sərbəstət y oxunu kəsdiyi nöqtədir. Yəni, məsələn, tutaq ki, funksiya qrafiki burada kəsib. Deməli, buradakı nöqtə nədir sizdə? B. Məsələn, burada kəsib. Deməli, buradakı nöqtə sizdə nədir? B-dir. Yəni, B nədir? Y oxunu kəsdiyi nöqtə. Aydındır? İndi xətti funksiyanın qrafikinin qurulmasının 8 dənə qaydası var. Həmin o 8 qaydanı əlimizin içi kimi əzbər bilməlisiniz. Birinci qayda. Deyirəm, K müsbətdir, B də müsbətdir. Diqqətlə baxırsınız bura. Məqsədim əzbərlətmək deyil, məqsədim öyrətməkdir. B müsbətdirsə, Y oxunu harada kəsir? Yuxarıda. Bəs K müsbətdirsə, bucaq sizcə iti yoxsa kör? İti. Bax, bucağım necə olmalıdır? İti. X oxunun müsbət istiqaməti ilə. Rübləri hansı rüblərdir? İkinci hal. Deyirəm, K müsbətdir, B mənfi. B mənfidirsə harada kəsəcək? Bucaq iti yoxsa kör? Rüblərimi deyin. Üçüncü hal. K mənfidir, B müsbətdir. B müsbətdirsə harada kəsir? İti yoxsa kör? Rüblərimi deyin. 4. Dördüncü hal. K-da mənfi, B də mənfi. B mənfidirsə harada kəsir? Aşağıda. İti yoxsa kör? İkinci rüb. 2, 3, 4. İndi diqqətlə qulaq asın. Birinci ilə ikincidə K necə idi?
Müsbət. K müsbətdirsə əgər, baxın, hər ikisində ortaq rüb neçədir? 1, 3. Bax, birində 1, 2, 3-dür, birində 3, 4, 1, 3, 4. Hər ikisində ortaq neçədir? Onda deyə bilərəm, K müsbətdirsə mütləq 1 və 3-dən keçməlidir. Razısınız? İndi keçirəm 3-cü, 4-cüyə. Hər ikisinə K necədir? K mənfidirsə, ortaq rübümüzə baxın görün neçədir? 2, 4. Birində 2, 3, 4-dür, birində 1, 2, 4-dür. Hər ikisinin ortaq nədir? Onda deyə bilərəm, K mənfidirsə 2, 4-dən keçməlidir. Problem yoxdur. Onda yadınızda saxlayırsınız. K müsbətdirsə mütləq 1, 3, K mənfidirsə mütləq 2, 4-dən keçməliyəm. K müsbətdirsə, əlavə olaraq B də müsbətdirsə, 2-ni əlavə edirsiniz. Yəni rübümüz olur 1, 2, 3. Düzdürmü? Yox, əgər B mənfidirsə 4-ə əlavə edirsiniz. Olur 1, 3, 4. Elçi belə yadınızda saxlayırsınız. 2, 4-dən birinci gələn nədir? 2. Müsbətdə birinci gələni götürürsünüz. Mənfidə ikinci gələni, yəni 4-ü götürürsünüz. Digərində də əsas rüb 2, 4-dür. Əgər sizdə B müsbətdirsə, əlavə olaraq 1-i götürürsünüz. B mənfidirsə, əlavə olaraq neçəni götürürsünüz? 3-ü. İndi 5-ci, 6-cı hal isə B-nin sıfır hallarıdır. B sıfır olanda funksiyamız çevrilib olur. Y bərabərdir. Sol tərəf görünmür. Nəqə belə qoyun. İndi görünür tam. Bayaqdan görə belə qoyardım. Fikir verməmişim. Deməli, y bərabərdir kx. Y bərabərdir kx funksiyası düz mütənasiblik funksiyasıdır. Burada sizdə B sıfıra bərabər olduğu üçün sıfır nöqtəsi koordinat başlanğıcı deyil. Funksiya hardan keçməlidir? Koordinat başlanğıcına. K-sı müsbətdirsə neçənci rüblər? 1, 3. K-sı mənfidirsə 2, 4. 2, 4. Bu 6 halımızı mütləq əzbər öyrənirik. Əzbərlədəsi bir şey yoxdur. Hamısını çəkdim, öyrətdim sizə ki, necə çəkilir, necə tapılır. Misal necə düşür, onu göstərim sizə. Koordinatlar metoduna keçmişəm. Prosto üstündən bir də keçdim ki, çünki funksiyaya başlayırıq. O dərinliyin bilməlisiniz. Baxırsınız? Bax, məsələn bu. Şərtdə deyir ki, K ilə B-nin işarəsini təyin edin. Sizcə necə olacaq? Nə müsbət, nə mənfi? B mənfi. K niyə müsbətdir? 1, 3-dən keçib, həmçinin iti bucaq əmələ gətirib. Bax, bu hissədə bucağa bura baxırsınız. Bax, bura necə bucaqdır sizdə? İti. İti olduğuna görə deyirik K müsbət. Bir də rübünə baxıram. Hansı rübdür? 1, 3. 1, 3-ün hər ikisi varsa, deməli K necədir? Müsbətdir. B isə Y oxun kəsdiyi nöqtədir. Y oxun kəsdiyi nöqtədə aşağıda kəsdiyi üçün mənfidir. 11-də cavab nədir? Bəli, K mənfidir, B müsbətdir. Birincisi 2, 4-dən keçdiyinə görə K-ya deyirik mənfi. İkincisi, bucaq necə bucaqdır sizdə? Çox bucaqdır. B isə Y oxun kəsdiyi nöqtədir. Yuxarıda kəsdiyinə görə B-ni də necə götürürsünüz? Müsbət. Problem var bunda. İndi bunu öyrənək. Hardan keçib? Koordinat başlanğıcından. Koordinat başlanğıcından keçibsə, funksiya kx funksiyasıdır. Yəni B olmamalıdır. Zaten variantlarda da bunu görürsünüz. Amma variantlarda olarsa götürmürsünüz. Bu bir. İkincisi, bucağı neçə dərəcə verib? 120. Siz K nəyə bərabər götürürdünüz? Tangens 120-də nəyə bərabər idi? 60-da aldığının nəticəsinə. Yəni mənfi köşüsü. Ona görə cavab nə olacaq? C variantı. 8-də cavab nədir? Y variantı. Tangens 60-da köşü salır. Ona görə də cavab nə olacaq sizdə? Y variantı. Problem var. İndi davam edək. İndi 6 halı öyrəndik. Öyrənirik 7-ci və 8-ci halı. 7-ci hal nədir? Y bərabərdir B funksiyası. Bir də X bərabərdir A funksiyası. Y bərabərdir B funksiyasında X varmı? X yoxdursa siz X oxunu kəsə bilməzsiniz. Onda X oxunu, yəni absis oxuna paralel olmalıdır. Sinan Tanrı, dediğim sənə sən yana. Deməli belə. Y bərabərdir B, X bərabərdir A.
Y bərabərdir B-də x var. X yoxdursa bu x oxunu kəsə bilməz. X oxuna necə olmalıdır? Paralel. Bax, indi diqqətlə qulaq asın mənə. Oy. X oxu, Y oxu. İndi mənə qulaq asın. X oxuna paralel, qrafik ya budur, ya da budur. Bax, bu hissədə B necədir? Müsbət. Bu hissə də B necədir? Mənfi. B müsbətdirsə hansı rüblərdən keçib? Birinci, ikinci rüblərdən. Bəs B mənfidirsə hansı rüblərdən keçib? Üçüncü və dördüncü rüblərdən. Deməli, yadınızda saxlayırsınız ki, Y bərabərdir B funksiyasında. B müsbət olarsa hansı rüblərdən keçir? 1-2, B mənfi olarsa 3-cü, 4-cü rüblərdən. X bərabərdir A funksiyasında Y var. Yoxdursa, deməli, ordinat oxuna, yəni Y oxuna necə olmalıdır? Paralel. Qrafikim ya budur, ya da budur. Bu A-nın hansı halıdır? Müsbət, bəs bu A-nın mənfi. A müsbət olanda hansı rüblərdir? 1, 4. Bəs A mənfi olanda 2 və 3. İndi bunun misalı necə düşür? 2 versiya var. Birinci çox asan və ən çox düşən versiyadır. Məsələn, verir ki, Y bərabərdir 5 funksiyası koordinat sistemində harada yerləşir? Bu sualın cavabını belə verirsiniz. Deyirsiniz ki, Y oxunu 5 nöqtəsində kəsib, absis oxuna paralel düzxət üzərində yerləşir. Bax, onun ən asan tipidir və ya belə verir. Yox, məsələn, belə verir, variantlar verir. Deyir ki, harada yerləşir? Məsələn, birində yazır ki, tutaq ki, koordinat başlanğıcından keçir. Birində yazır ki, ordinat oxuna paralel olur. Birində yazır, absis oxuna paralel olur. Sən götürməlisən ki, ordinat oxunu 5 nöqtəsində kəsib, absisə paralel düzxət. Məsələn, ola bilər ki, sadəcə desin ki, absisə paralel düzxət üzərində. Yəni, o iki sözdən biri olmalıdır. Aydın da o formada olur. İndi biraz qəliz misalına baxaq. Diqqət lövhəyə. 31-32-ci misallara baxacağım. Bir də əlavə səhifə açılsın yazmağa. Bu PDF o qədər ağır PDF'dir ki, üstündə yazmaq olmur. Götürmür proqram. Y bərabərdir A kvadrat çıxılsın 10-a, üstəcə 16. Vur x, üstə gəlsin 9 çıx A kvadrat. Şərtdə bizə deyir ki, birinci və ikinci rüblərdə yerləşir. Fikir olan desin. Birinci və ikinci rüblərdə yerləşən hansıları idi? Y bərabərdir B-də. B-nin müsbət halı deyildi. Sual verirəm. Y bərabərdir B-də. KX hissəsi qalıb. Qalmayıb sonda bu nə olmalıdır? İndi sual verirəm. Hansı ki ədəddir ki, vuranda 16 eləyir, toplayanda 10? Yox, ikisi də müsbət. Toplayanda müsbət 10. 2 və neçə deyirik? 8. Bəs yaxşı, bunu seçdik. Bu hissə necə olmalıdır? Müsbət. 9 çıx A kvadrat böyüdü 0-dan. A kvadrat çıx 9 kiçikdir nədən? 0-dan. Bunda vuruqları ayırırıq. Bunun kökü 3'dür. Bunun kökü mənfi 3. Mənfi 3, 3. Müsbət, mənfi, müsbət. Məndən mənfiləri istəyir, cavab olacaq. Mənfi 3-dən 3-ə. Sual verin. Bu 2-8-dən hansı mənfi 3-dən 3 aralığına daxildir? 2. Ona görə cavabı neçə götürməlisiniz? 2. İndi sadəcə 32-ci misalın yolunu deyin görüm. Deməli, birincini 0 götürəsiniz. A kvadrat çıx 8 üstəcəl 15-i 0 götürəcəksiniz. A kvadrat çıx 16-nı isə 0-dan kiçik. 3-4-də yerləşirsə mənfi olmalıdır. 1-2-də yerləşirsə necə olmalıdır? Müsbət. Aydın oldu. Problem var. Ən qəliz misalı bu sayılır. Sırf o tipinə. Belə ümumi funksiyonun yox. Uy. Stəkanımı verdim mən. İndi keçirik funksiya ilə bağlı davamına. Növbəti misal tipi.
Bu da Dimin sevdiyi tipdir. Deyirəm ki, K1, K2, K3 müqayisə edin. K1, en büyük K3, sonra K2, sonra Yolu de. Orada en büyük iki bucaq K3'dədir. Bəli. Bayaq nə dedik? Tangents artan funksiyadır. Artan funksiyadırsa bucağı böyüdükcə qiyməti də neynəməlidir? Böyüməlidir. Bax, ən balaca bucaq bundadır. Sonra gəlir bu, sonra da gəlir bu. Ən böyük bucaq nədədir? K3-də. Deməli, K3 böyüdür K2-dən. O da böyüdür nədən? K1-dən. Bu da aydın oldu. İndi sual verirəm. Bunu zaten çoxunuz uşaqlıqdan bilirsiniz. X oxunun kəsdiyi nöqtəni tapanda nəyə 0 verirlər? Y oxunun kəsdiyi nöqtəni tapanda X-ə 0 verirlər. Gəlin indi maraqlı bir dənə misala baxaq. Deyirəm ki, K üstəgəl B cəmini tapın. Funksiyam nə idi? Kx üstəgəlsin B. Düzdürmü? Bax, bu Y oxunun kəsdiyimiz nöqtə B deyilmi? B neçədir? 3. Bəs uşaqlar nə edir? X oxunun kəsdiyi nöqtədə mənfi 3. Deyir ki, X-də mənfi 3. Deyir müəllimə, qoydum K-nın yerinə, X-in yerinə mənfi 3, B-nin də yerinə 3. Bəs Y-ə nə qoyum? Nə qoysun? Niyə? Çünki bu X oxunun kəsdiyi nöqtədir. X oxunun kəsdiyi nöqtədə Y nə verməlidir? 0. Ona görə də, əgər X-in yerinə mənfi 3 qoymusansa, cavabı nə götürməlisən? 0. Olacaq mənfi 3K bərabərdir mənfi 3-ə, K-nı nə tapıram? 1. Deməli, K 1-dir, B-də 3-dür. Cəmi neçə verəcək sizə? 4. İndi bayaqların bir uşaq dedi, çox sevdim yolu, amma həmişə ödənmir. Niyə həmişə ödənmir? Məsələn, buradakı 3 bucağın bucaqlarını tapa bilirəm. Elə 3 bucaq verər ki, sən bucaqlarını tapa bilməzsən. Dedi ki, uşaq, müəllimə demədiniz ki, K tangent alfadır. Mən bununla getmək istəmirəm, tangent alfa ilə getmək istəyirəm. Mən dedim, necə gedəsən? Sizdən bilmirdim, ha, uşaq bilmirdim deyəndə, yəni ağlıma gəlmirdi. Uşaq dedi, sevdim. Necə sevdim? Mənfi 3-dən 0-a neçədir məsafə? 3, 0-dan 3-ə 3. Burada 90 olduğunu bilirsiniz də. Bucaq neçə olur? Tangent 45-də nə alır? Yox. 1. Deməli deyir K1-də. Düz demir? Düz deyil. Amma birdən belə yox. Buranı verdim mənfi 2, buranı verdim 5. 2 5-lərinə tapasın. Heç nə. Ona görə də mənim dediyim yol əsas yoldur. Prosto belə də yol var. Dedim, mən sevdim, sizə də dedim, deyim ki, siz də bilin. Aydındır. Başa düşdük. Problem yoxdur. Hər şey əladır. Onda getdik tərs mütənasiblik funksiyası. Tərs mütənasiblik funksiyası nədir? Y bərabərdir K bölünsün X funksiyası. Burada bizdə Y ilə X bir-biri ilə tərs asılıdır. Yəni, X artanda Y neynəməlidir? Azalmalıdır. X azalanda Y neynəməlidir? Artmalıdır. Bu funksiyanın qrafikin adı bizdə gedirdi hiperbola. K müsbət olardısa, bayaqçı ilə eyni hansı rüblər olacaq? Bəs mənfi olardısa? İndi 1-3-dən keçirsə, 1-3-dən keçən hansıdır? Bu. Düzdürmü? 2-4-dən keçən bu. Problem var. Bəs bunun misalı necə düşür? Getdik toplumuza. Baxın. Deyir K ilə B-nin işarəsini müəyyən edin. Sizə necədir işarələr? 1-3-də K müsbət. Yəni K necədir, B necədir? K müsbətdir. K müsbətdir, çünki 1-3-dən keçir. B mənfidir, 2-4-dən keçir. Bəs yaxşı 17-də? İkisi də mənfidir, ikisi də 2-4-dən keçir. Aydındır. Bir misal tipi də budur. Bu isə ən asan misal tipidir. Nöqtədə birinci verilən X olur, ikinci verilən Y olur. X-in yerinə məsələn 9 qoyarsan, Y-in yerinə mənfi 3-də 1 K-nı taparsan. Bu yəni heç özəl misal da demək olmaz, o birilərindən eyni tip gedir. Aydındır, problem var. Bir də bunun xüsusi halı var. Hansı ki topluda buna aid misal yoxdur, amma mən deməyi özümə borc bilirəm.
Sizcə bu məxrəcdə yazdığım funksiyalar üçün ortaq hansı cəhət var? Hamısı. Hamısı müsbətdir. Əgər məxrəc həmişə müsbətdirsə, sürət müsbət olanda, müsbəti müsbətə böləndə cavab necə eləyir? Bəs K mənfi olsa? Deməli, K müsbət olanda cavab həmişə müsbətdir. Həmişə müsbət olan rüb birinci, ikinci rüb deyil. Çünki burada Y ancaq müsbətdir. Düzdür? K mənfi olanda isə cavab həmişə mənfidir. O da hansı rüblərdən keçməlidir? Üçüncü, dördüncü rübdə. Burada isə K həmişə necədir sizdə? Mənfidir. Problem var uşaqlar? Sual var? Qəşəngdən şey. Gedir. İndi keçək başımızın bəlasına. Nədir o bəla? Kvadratik funksiya. Heç bir uşağın sevmədiyi funksiya. Kvadratik funksiya bizdə 3 formada verilə bilir. Birinci forma. Y bərabərdir ax kvadrat, üstə gəlsin bx, üstə gəlsin c forması. Bu sizdə ən əsas formadır. Yəni uşaqlıqdan bununla öyrənmişik ki, kvadratik funksiya budur. Burada A sizdə nəyə göstərir? Parabolanın qollarını. A müsbət olanda qollar necə olur? Mənfi olanda aşağı. C sizdə sərbəst həddir. Yəni yanında dəyişən, x olmayan həddir. Sərbəst hədd y oxunun kəsdiyi nöqtədir. Yuxarıda kəsərsə C müsbət, aşağıda kəsərsə C necə olur sizdə? Mənfi. İkinci forma nədir? MN ilə verilən forma. Buradakı MN kvadratik funksiyanın adlanır təpə nöqtələri. Təpə nöqtələrdəki bu MN var, bildiyiniz MN-dir. M tapılır mənfi B bölünsün 2A ilə, N isə tapılır 4AC çıxılsın B kvadrat bölünsün 4A ilə. Yəni bildiyiniz MN-dir. Aydındır? Üçüncü forma, hamısı haqqında indi danışacağım. Birinci elə belə qaydasını deyirəm. Üçüncü forma isə çoxədlinin vuruqlara ayrılması formasıdır. Buradakı x1, x2 bu çoxədlinin nələridir? Kökləridir. İndi bir-bir bu hallar haqqında danışaq. Ən birinci, ən sadə. Y bərabərdir x kvadratının funksiyasının qrafikindən danışıram. X-in yenə 0 qoyanda cavab nə alınır? 0. 0 qoyanda 0 alınırsa bu hardan keçməlidir? Koordinat başlanğıcına. Qollar yuxarıda yoxsa aşağıdır? Yuxarı, çünki x kvadratının əmsalı müsbət. Yəni əmsalda mənfi yoxdur. Aydın oldu? İndi çəkirəm belə. Yenə 0 verəndə 0 alınır. Koordinat başlanğıcından keçəcək. Qolları necə çəkəcəyik? Aşağı. İndi biraz artıraq. İndi əsas formanı yazıram sizə. Düstura görə kvadratdan kənarda qalan n-dır yoxsa m? N. N sizdə qeyd olunur Y oxuna. Çünki sərbəst həddir. 3-ü qeyd edirəm Y oxuna. Qollar aşağı yoxsa yuxarı? Yuxarı. Bir saniyə. Sonra Y bərabərdir mənfi x kvadratı üstə çıxılsın 5. Kənarda qalan n-dır yoxsa m? N. N neçədir? Mənfi 5 hara qeyd edirəm? Y oxunda aşağıya. Qollar aşağı yoxsa yuxarı? İndi bu m-dır, n-dır? M. Mötərizənin içində qalan m-dır. M necə tapılır? Mötərizənin içini sıfıra çevirən qiymət. X içindən 0 eləyir 2. Deməli M neçədir? 2. M X oxuna qeyd olunur. Qollar yuxarı yoxsa aşağı? Yuxarı. Yuxarı. Əmsal müsbətdir. M neçədir? İçini sıfıra çevirəm. Mənfi 3. Aşağı yoxsa yuxarı? Aşağı. Çox. Problem var. İndi biraz da gəlizləşdirək. M neçədir? 2. M. 2. M mötərizənin içindədir. 2. N neçədir? 3. M hansı oxdur? N. N.
Birləşdiririk. Qollar yuxarı yoxsa aşağı? Yuxarı. Şu. Aydın oldu. Bəs burada emin var. İşte burada emin öldü. Burada kökləri ikindən Burada işte köklərlə tapırsınız. İki ayrı mötərizə formasında vermişəm. Üçüncü versiyadır. Deməli belə, bunun kökü nədir? 2. Bəs bunun kökü? Köklər x-lər adı üstündə hansı oxundu? X oxunur. Yəni taşıb birin Y-ə gedirlərsə. Ha. Mənfi 3, 2. Qollar yuxarı yoxsa aşağı? Yox bir. Əmsal opşi qabağın əmsalı müsbətdir. X-ə vuranda x kvadrat müsbət olur orada. Ona görə yuxarı. Gəlindi bu misalla danışaq. orada Hədi. Dedi. orada B-nin qiymətini verə bilər. C-nin olar. Hadi. Verir. İndicə deyəcəm. Yuxarı yazdı. Haycan. Orada. Nə yuxarı yazmışam. Bəli. Qabaqdakı əmsal müsbətdir. Nə edirsən? Hə? De buna. Mənfi 3-ü niyə saymadıq ki? Mən yazanda. Ya sayım yazmışam da mənfi 3 bir də buradadır. İndi baxırıq bura. Misala görə necə düşür bizə? Birinci bu. M-sı neçədir? N-sı neçədir? Mənfi 3. C Y koxun kəsdiyi nöqtədir. Y koxun harda kəsir? Mənfi 1. İlk atmalı olduğunuz variantlar hansılardır? Aynen C. Sizdə niyə? Mənfidir. Çünki məndə qollar yuxarıdır. Aynen C'də mənfi var. Mənfi varsa qollar aşağı verməlidir. Aynen C'ni atdıq. Növbəti nəyə atıram? M-yə 2 demişəm. Bunun M-sı mənfi 2'dir. Y də getdi. Qaldı əlimdə B variantı ilə Y variantı. Tupu uşaq, deyir müəllimə, ikisi də ola bilər cavab, nə bilim. Çünki M-sı burada 2'dir, M-sı da mənfi 2'dir. Ağıllı uşaq nə edir? Deyir, müəllimə, burada C verib. C veribsə, deməli, Y koxun kəsdiyi nöqtəni bilirəm. Y koxun kəsdiyi nöqtədə X nə olur? 0. X-in yanı 0 at. Mənfi 2 kvadrat 4. 4'ü 4 dəbirə vur. 1. 1-dən 3'ü çıxanda mənfi 2 edir. Burada nə verilir? Deməli, B də uçdu. İndi burada 0 qoyacağım. Mənfi 2 kvadratı 4. 4'ü 2 dəbirə vuracağım 2. 2-dən 3 çıxanda mənfi 1. Cavab B. Aydındır? İndi gələk başqa misal. Elelim variantdan. İlk atacağımız variant nədir? D variantı. İlk görəndə uçdum. Niyə uçdu? Çünki məndə qollar aşağıdır. Burada əmsal müsbətdir. Düzdürmü? Qaldı digər variantlar. Y'ni də atıram. Çünki mənfi 1-dən 2 kök olmalıdır. Orada kök deyil. Düzdür? Bu da uçdu. C də getdi. Niyə? Burada kökün mənfi 1-dən 2'dir. Burada 1 mənfi 2'dir. C də getdi. Qaldı əlimdə A variantı, bir də B variantı. İndi yenə tupoy uşaq deyir A da ola bilər, B də ola bilər. Ağıllı uşaq nə edir? Deyir mənim X-in yenə 0 qoyuram ki, cavab hansında 3 alınsa odur. X-in yenə 0 qoysam, bu idi bura, mənfi 2 bura. Mənfi 3'ü 1'ə vururam, sonra da mənfi 2. Elədim 6. Məndə neçədir? 3. İndi burada qoyun. 1, mənfi 2. Mənfi 2 də 3'ü mənfi 2'yə vuranda cavab 3 elədi mi? Mənə cavab vermək. Aydındır? Bu da sənə C olan. Razı qaldın? İndi növbəti nəyə baxacağım? Qocam burada var, yoxdur, sözümdən deyim. Köhnə topluluda var idi. O birisində. Özümdən deyim. Keçən 9'larımın başını xarab elədiyim bir misal. Rüqəyə görsə tanıyacaq. Keçən bəlkə bundan 20'dən atmışdım bunlara. Özdən nə vaxt soruşurdum ki, misal nə atım? Deyirlər, mənim ABC tapmaq haqqında. Ancaq bundan atırdım. Şimdi düzüm buydu. Deməli belə, diqqətlə baxırsınız bura. Bu köklər olan versiyadır.
Bir də bunun təpə nöqtə olan versiyası var. Birinci danışaq bundan. Köklər olan versiyada x1 neçədir? -3. x2 neçədir? 1. c-si neçədir? 3. İndi bax, diqqətlə baxırsınız buna. V-yet gedər. Getməsi üçün nə etməlisiniz? V-yetə görə x1 üstəgəl x2 neçədir? Bəs x1 vur x2? İndi mənə baxın. -3'ü 1'ə vururam. Nə eləyir? C-si də 3 idi. Onda A neçədir? Razısınız? İndi -3 ilə 1'in cəmi -2. A-sı neçədir? -1. B-ni də neçə alıram? -2. -2, -1, 3. Cəmi nə verəcək? 0. Problem var. Bu belə. İkinci tip. Rəqəmlərimiz biraz əcayib alına bilər, çünki özümdən atıram. Bayaq prosto bəxtim gətirdi ki, normal alındı. İndi deyirəm ki, A üstəcəl, B üstəcəl, C-ni tapın. Siz də bunu nə ilə tapasınız? M-inlə. Ay, so. İndi birincisi C-si neçədir? M nədir? M x oxundakı təpədir. 3. N neçədir? Problem var. İndi M necə tapılır? -B bölü 2 aynı. Onda -B bərabərdir 6'a. B-ni nə alıram? -6'a. Özü o birini sevirdilər, bunu sevmirdilər. Sevilməyən budur. İndi niyəsini görəsiniz. N necə tapılır? Bərabərdir -2 verilib. İndi C-si 3'dür. 4A'nı 3'ə vurum. 10'a. -6 A'nın kvadratı. 36 A kvadratı. Problem var. Bərabərdir. Çarpaz vuram -8 A. -8 bir yana keçəndə müsbət olur. Bir dənə də 4'ə bölürəm. Görürüz, iğrənc alındı. Buradan da neçəni çıxardaq? 5 A'nı çıxardaq, olsun, kəsir olsun. 9'u 5'ə böləndə 1/8. Kökün biri 0 nə səfər mi? Dəqiqə. Yazmalıydım 1 çıxılsın 1/8'a. Ay, sağ ol. Bunu niyə bir yetindən eləmədik? Çünki kök yoxdur xanımda. Bunun kökü nədir? 0. Bunun kökü 1/8'a bərabərdir 1. Oradan A tapılmalıdır. Gətirib B-də yerinə qoyulub B tapılmalıdır. Mənim rəqəmim özümdən verdim deyə iğrənc alındı. Aydındır. Bunun o birisi bu yox. Bura baxın bir dənə. Bayaq birinci yazdığım. 2024'ün buraxılışında hər iki zonanın 9-cu sinifinə düşüb. Həm ikinci zonaya, həm də üçüncü zonaya düşmüşdü. Bundan əvvəlki. Bu heç yana düşməyib. Bana prosto özümdən uydurmuşdum ki, birdən bu misal var. Yəni bu misal mənim xəyal ürünümdür. Xəyallarım çox güclüdür. Necə? Fizikada xəyal qurma. Hə. Yəni ona görə də narahat olmayın. İndi elə bilim, mən də həqiqətən xəyal qurma. Cidden deyirəm də xəyal ürünüdür. Öz xəyalımla qurmuşum. Və bir də belə düşə bilər sizə. Deyir ki, M bərabərdir -2/5 -4 nöqtəsi bu parabolanın təpə nöqtəsidir. Təpə nöqtə nədir? M-in. Yəni M-i tapırsınız, bərabər edirsiniz -2/5'ə. N-i tapırsınız, bərabər edirsiniz nəyə? -4'ə. Aydındır. Sadəcə A-nın yerinə 1 qoyasınız, B-nin yerinə P qoyasınız, C-nin də yerinə nə qoyacaqsınız? 2. Aydındır. İndi keçirik təyin və qiymətlər oblasına. Yox, nəfsi o. Nə qədər yox. Hamısını bu gün keçəcəyik. Hə, bir də bir şey deyim. Siz heç sizə vermişəm. Cunortiyə verəcəm, sən hazırlama bir tapşırıq toplusu. Axşam qruplarına, bir də 2-5 səhərə tapşırıq vermirəm. Niyə vermirəm? Funksiyanı gələn səfər sual-cavab edəcəm. Və necə sual-cavab edəcəyimi bugün Ömərin üstündə görəcəksiniz.
Yəni bugünkü deney farəsi Ömərdir. Təyin oblastı bizdə işarə olunur DF-lə. Qiymətlər oblastı işarə olunur YF-lə. Təyin oblastı X-in aldığı qiymətlərdir. Qiymətlər oblastı Y-in aldığı qiymətlərdir. X-in aldığı qiymətlər, bir dənə bura baxın. AX kvadrat, üstə gəl BX, üstə gəlsin C. Sual verin. Burada X-in yerinə bir problem olar nəsə qoymağınızda. Məsələn, məxrəc varsa, məxrəcdə X sıfır ola bilməz. Kök varsa, kökün altında X mənfi ola bilməz. Sual verin. Buradakı X üçün bir problem var? Yoxdur. Ona görə bir problem olmadığı üçün istənilən qiymət qoya bilərəm yerinə. İstənilən qiymət sözün mənası nə deməkdir? Qiymətlər oblastı isə eynə görə təyin olunur. Yəni Y-in aldığı qiymətlər. Sonra verə bilərsən ki, niyə eynə? Mən istəyirəm M-ə görə tapam. İndi onu da göstərirəm. Məsələn, belə bir dənə qrafik qurdum sənə. Qiymətlər oblastı Y-in aldığı qiymətlərdir. Y-in ən kiçik qiyməti bu 3-dən başlayıb gedirmi yuxarı? Düzdür? Bu 3 N-dır yoxsa M? N. Ona görə deyilir ki, N-ya görə təyin olunur. Mənim Y nədir yoxsa? N Y-da qeyd olunur. Əgər A müsbət olarsa, deyirlər ki, YF N-dən müsbət sonsuzluğadır. A mənfi olarsa, deyirlər ki, YF mən sonsuzdan N-ə qədərdir. Səbəbini deyək. A müsbət olanda qollar necədir? Yuxarı. Ona görə ən kiçik qiymət N olur. Yəni qalanları N-dən böyüklər olur. A mənfi olanda qollar necədir? Aşağı. Onda ən böyük qiymət N olur. Qalanları aşağıları alır. Yəni N-dən balacaları. Ona görə deyirlər ki, A müsbət olanda qiymətlər oblastı N-dən müsbət sonsuzluğadır. A mənfi olanda qiymətlər oblastı mənfi sonsuzdan hara qədərdir? N-ə qədər. Problem var? İşarə təyini. Təyin eləyəcəyim işarələr A-dır, B-dir, C-dir, diskriminantdır, M-dir, N-dir. A-nı təyin eləyirsiniz, qulaq asın. Parabolanın qollarına görə. Əgər parabolanın qolları yuxarı olarsa, deyirsiniz A müsbətdir. Parabolanın qolları aşağı olarsa, deyirsiniz A mənfidir. Məndə qollar necədir? Onda A necədir? Müsbət. B-ni hələ ki saxlayırsınız. B-ni ən axırda tapırlar. C Y-xonu kəsdiyi nöqtədir. Y-xonu harda kəsib? Yuxarıda. Onda C necədir? Müsbət. Üçüncü təyin edirsiniz diskriminantı. Diskriminant sizdə 3 formada olur. Əgər parabola X oxunu, qeyd edirəm X oxunu, 2 nöqtədə kəsərsə, 2 nöqtədə kəsmək bunun 2 müxtəlif kökü olması deməkdir. 2 kökü varsa, onda diskriminant müsbətdir. Bir nöqtədə toxunarsa, toxunmaq bax budur. Onda diskriminant 0 olur. Bu deməkdir ki, bir kökü və ya 2 bərabər kökü var. Üçüncüsü, kəsməzsə, yəni mənim şəklim, buradakı şəkil. Kəsməzsə kökü olmaması deməkdir. Kökü yoxdursa, diskriminant necə olacaq sizdə? Mənfi. M-in qrafikin təpə nöqtəsidir. Əgər qrafikin qolları yuxarıdırsa, onda ən çökək nöqtəni tapırsınız. Bir dəfə düşürsünüz X oxuna, bir dəfə gedirsiniz Y oxuna. Bu X oxun mənfi hissəsidir yoxsa müsbət? Onda M müsbətdir. Bu Y oxun mənfi hissəsidir yoxsa müsbət? Onda N də müsbətdir. B isə təyin olunur. Mənfi 2 MA düsturuna görə. Bu düstur M bərabərdir, mənfi B böl 2 düsturundan alınır. İndi mənə baxın, M necədir? A necədir? 2 müsbət 1 mənfi. Cavab necə eləyəcək? Mənfi. Aydın oldu? İndi Ömərlə başlayaq. Bitməyib, dayanın. Öməri bir testdən keçirək sonra.